Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri kəsmikli peçenya hazırlamışam, qazağı peçenyası. Yəni bu elə peçenyadır ki, adamın vaxtını da çox aparmır, tez başa gəlir, çox asan, rahat hazırlanan bir peçenyalardır. Siz də bu cür şirniyyat hazırlamaq istəyirsinizsə, ekrana yaxın əyləşin. Əgər kanalıma da abunə deyilsinizsə, abunə olub dəstək olsanız çox sevinərəm. Keçəyin hazırlama qaydasına. Deməli, bir qabımızda 300 qram kəsmiyimiz var. Kəsmiyi qeyd edeyim ki, çəkə ilə almışam, yəni paçka kəsmiklərdən deyil, yəni tərkibində çox nəmli, yəni yaş deyil kəsmiyimiz. Üzərinə 250 qram kər yağı əlavə elədim, 1 ədəd yumurta, 1 çimdik duz, 1 paket qabartma, 1 paket də vanil. Bunları yaxşı-yaxşı bir-birinə qarışdırıram. Kəsmiyi ona görə deyirəm ki, yəni tərkibində çox nəmlilik yoxdur. Yəni elə olanda bu cür kəsmik, çəkə ilə kəsmiklər olanda ununu az aparır, kurabiyələrimiz daha, peçenyalarımız daha yüngül alınır ona görə. Yəni biraz nəmli, ağır kəsmik olanda ununu çox aparır, biraz peçenyalar quru fason alınır. Daha məsləhətlidir ki, çəkə ilə olan belə kəsmikdən olsun. Üzərinə bunları bir-birinə qarışdırandan sonra, daha doğrusu tam yağla kəsmik bir-birinə qarışıb həll olandan sonra üzərinə unu əlavə eləyirəm. Unu da burada 2 stəkan yarım undan istifadə eləyirəm. Yəni bu qədər bizə bəs elədir bu kəsmiyə. Baxanda xəmir yumşaq görünə bilir, amma məncə unu daha çox artıq eləməyin ki, peçenyalar quru alınmasın. Bunları yaxşı-yaxşı bir-birinə qarışdırıram. Xəmirimizin tərkibində də şəkər tozu yoxdur. Yəni şirnisiz xəmirdir. Xəmirimiz hazır oldu. Qəşəng yumşaq xəmir alındı. Bu xəmiri mən heç gözlətmədən, daha doğrusu kündələrə ayırıram. 30 ədəd burada kündə hazırladım. Yəni hardasa qramla desək 33 qram, 34 qram belə kündələrimizin ölçüsü bu qədərdir. İndi siz istəsəniz 25 ədəd, 35 ədəd, yəni artırıb azalda bilərsiniz böyük kiçikliyinə görə. Xəmiri kündələdikdən sonra yenə də gözləmirəm, həmən elə peçenyaları hazırlamağa başlayıram. Burada bir qabda şəkər tozunu götürmüşəm, ayırmışam. Daha sonra kündələri əlimlə gördüyünüz formada yayıram. Yəni oxlovla da yaymaq olar. Xəmir yumşaq olduğuna görə, yağlı xəmir olduğuna görə, tərkibində də kəsmik olduğuna görə bir də görsən ki, oxlova yapışma kimi olur. Biraz narahatçılıq yaranır. Mən də istəmədim ki, çox un vuram, oxlovla yayam, yəni peçenyalar quru alınmasın deyə. Elə ən rahatı əllə yaymaqdır mənə görə. Əlimlə yaydıqdan sonra gördüyünüz kimi hansı yuxanın bir üzünü, kündənin bir üzünü şəkər tozuna batırıram. Daha sonra şəkər tozu bulaşan hissəni üz-üzə gətirirəm, yəni şəkər tozu içəridə qalır. Daha sonra o yarı hissəni yenidən şəkər tozuna batırıram. Həmən yenə şəkər tozlu hissəni bir də üz-üzə qatlayıram, yenə şəkər tozu içəridə qalmaq şərti ilə. Lap sonda da elə bir üzünü yenidən şəkər tozuna bulaşdırıram. Baxın, gördüyünüz qaydada hansı hissələr ki, şəkər tozuna batıb, həmən şəkər tozları batan hissəni üz-üzə gətirirəm. Sonda da üst hissəsini şəkər tozuna bulaşdırıb listə yığıram. Yəni peçenyaların altında şəkər tozu yoxdur. Sadəcə üst hissəsini şəkər tozuna bulaşdırıram və yığıram listə. 170 dərəcəli sobada, əvvəlcədən qızdırılmış sobada qoyuram bişməyə. Əvvəlcədən sobanı qızdırmaq lazımdır ki, yəni soyuq sobaya qoyub soba qıza-qıza bu peçenyaların yağı tamam əriyir. Peçenyaların üzəri putur-putur belə deyir olur, səliqəli alınmır. Ona görə qızdırılmış sobada bişirirəm. Baxın, mən burada peçenyalar uşaqlar istədiyinə görə üz tərəfini az-maz qızıl rəngdə qızartmışam. Amma mənim özümə qalsa mən bunun üzərini qızartmaq istəmirəm, tamam ağ istəyirəm. Odur ki, o da istəyə bağlıdır. Baxın əziz xanımlar, bizim peçenyalarımız hazır oldu. Çox gözəl, yüngül peçenyalar alındı, həm də qəşəng yağlı peçenya alındı. İndi siz istəsəniz bu cür yağlı olmasın deyə 250 qram yox, məsələn 200 qram yağdan da istifadə eləyə bilərsiniz. Peçenyaları isti-isti kəsəndə içərisi sizə xəmir kimi görünə bilər. Qətiyyən elə deyil, soyuyandan sonra tam kıvamında olur. Yəni 15-20 dəqiqəyə peçenyalarımız hazır olur. Gözəl, yumşaq, ləzzətli peçenyalar alındı. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.